Deməli, biz sizdən mətn informasiyasının kodlaşdırılmasına baxdıq. Bu dərsdə biz sizdən informasiyanın digər təqdim edilmə üsullarından olan qrafik informasiya, video informasiya və səs informasiyasının kodlaşdırılmasına baxacaq. Gəlin başlayaq. Deməli, ilk öncə biz baxırıq qrafik informasiyanın kodlaşdırılmasına. Biz artıq piksel anlayışını bilirik. Raster qrafikası, qrafik informasiya deyəndə bundan sonra biz əsasən raster qrafikasını nəzərdə tutacağıq. Çünki dərsliklərdə informasiyanın həcminin hesablanmasıdır, informasiyanın kodlaşdırılmasıdır. Bunlar əsasən raster qrafikası üzərində izah olunur. Raster qrafikası biz deyirik nələrdən ibarətdir? Piksellərdən ibarətdir. Piksellər düzbucaqlı şəkilli, rəngli nöqtələrdir. Rəngli nöqtələrdir və şəkildə müxtəlif rənglərdir. Hətta bəzən milyonlarla rəngdən istifadə olunmasına baxmayaraq, bir şəkildə ancaq bir şəkildə, bir pikseldə ancaq bir rəng olur. Yəni, bir piksel rəngli, müxtəlif rənglərdən ibarət ola bilmir. Ancaq və ancaq bir pikseldə bir rəng olur. Aydındır? Deməli, bizdə, məsəl üçün, qrafik fail verilmişdir. Bir dənə hamıya tanış olan məşhur bir rəsm əsəridir və bir qədər biz onu, belə deyək, kiçik ölçünü böyütmüş şəkildə göstərmişik və bizdə pikselləri aydın göstərir. Diqqətlə baxsaq görərək ki, şəklin özünə müxtəlif rənglərin olmasına baxmayaraq, hər piksel bizdə ayrıca rəngdən kodlaşdırılıbdır. Deməli, keçək və mozaika kimi göstərilirlər. Şəkillər rəngliliyinə görə iki növ olur. Var rəngli şəkillər, var monoxrom şəkillər. Bəzən buna ağ-qara deyirlər, amma əslində ağ-qara şəkil monoxromun sadəcə bir növüdür. Monoxrom şəkillərdə iki rəng olur. Bir-birindən kontrast təşkil edən, kontrast nədir? Yəni, bir-birindən aydın seçilən iki rəng olur. Misal üçün deyirəm, hər birinizin gördüyünüz, oynatdığınız Tetrislər var. Tetrislərin ekranları monoxromdur. Görürsünüz, orada ağ-qara deyil, orada boz və tünd bozdur. Və yaxud da sadə telefonlar var ki, rəngsiz ekran telefonlar, orada ekran yaşıl və tünd bozdur. Bunlar da monoxrom sayılır. Amma ağ-qara da monoxrom sayılır. Yəni, çünki biz monoxrom deyəndə ağla gələn ağ-qara olsa da tək bu deyil. Ağ-qara sadəcə monoxromun növüdür. Nəysə, bizdə ağ-qarada, yəni ki, monoxromda biz hər rəngi bir bitdən işarələyə bilərik. Məsəl üçün, qara rənglər bizdə 1 olur, ağ rənglər 0 olur. Bu şəkildə bizdə monoxrom qrafik faylın bir pikseli yaddaşda bir bit yer tutur. Nəyə görə? İndi qabaqda baxacaq. Bizim düsturumuz var. Mətn informasiyasının hesablanmasında istifadə olunan Hartley düsturu var idi. N bərabərdir 2-nin üstü i və buna da irəli gələn V bərabərdir n-i düsturları var idi. Sırf oxşar düsturlar, demək olar ki, eynisi olan düsturlar bizdə qrafik faildə də keçərlidir. Dərsin irəliləyən dəqiqələrdə bundan tanış olacaq. Gəlin belə bir şeyə baxaq. Bir də bir anlayış var. Biz rəngsiz şəkillərə çox vaxt ağ-qara deyirik. Rəngsiz şəkillər amma ağ-qara deyil. Bozun çalarlarıdır. Bozun 256 çalarından istifadə olunur. Burada da qeyd olunubdur. Bir pikselin rənglənməsi üçün bozun 256 çalarından. Ağ-qara şəkil buradakı kimidir. Fikir versək, bir ağdır, bir qaradır. Başqa rəng yoxdur. Amma biz, məsəl üçün, olur da telefonda şəkillərə montaj eləyərkən şəklin rəngini alırıq. Şəkil olur, ağ-qara yox, bozun çalarları. Aydındır? Çünki orada ağ da var, qara da var, bozun müxtəlif tonları, tünd boz, açıq boz və s. Bəs bizdə qrafik faylda bir piksel yaddaşda nə qədər yer tutur? Bir pikselin yaddaşda tutduğu yer bizdə adlanır rəng dərinliyi. Rəng dərinliyi, baxın, Hartley düsturuna oxşuyur. N bərabərdir 2 üstü i var idi. Onun kimi. N bərabərdir 2 üstü n düsturu var bizdə. Burada n, böyük n. Baxın, bu böyük n bizdə palitradakı rənglərin sayıdır. Yəni ki, bizdə əlifbadakı simvolların sayı var idi mətn informasiyasında. Burada da palitra, yəni ki, şəklin, fotonun hazırlanmasında istifadə olunan rənglərin sayı. Aydındır? Bərabərdir
2'nin üstü n. Burada da artıq n bizdə adlanır rəng dərinliyi. Mətn informasiyasının həcmdə hesablanmasında bu bizdə əlifbanın qüvvəti idi də, düzdür? Burada adlanır amma rəng dərinliyi. Və belə bir söz deyim, bir pikselin yaddaşda tutduğu yerdir. Analoji olaraq deyim ki, mətn informasiyasında bu bir simvolun yaddaşda tutduğu yer idi. Burada isə bir pikselin yaddaşda tutduğu yerdir. Və hesablanma qaydası da eynidir. 2 üstü qüvvət şəklində göstərilir. Məsələn, 2 üstü qüvvət şəklində göstərilə bilməyən ədədlər olur ki, tutaq ki, 70 rəngdən istifadə olunub deyilirsə, şəklin hazırlanmasında, bu zaman n neçəyə bərabər olacaq? Kiçik n. 7-yə. Çünki biz 70-i qüvvət şəklində göstərə bilmirik. 70-dən böyük, 70-ə ən yaxın 2-nin üstü qüvvəti götürürük. 128-dir. 128 də 2-nin üstü 7-dir. Onda bizdə kiçik n bərabər olur neçəyə? 7-yə. Bizdə cədvəl verilibdir. Cədvəldə müxtəlif rəng dərinliyinə malik qrafik fayllarda istifadə oluna biləcək maksimum. Burada açar söz maksimumdur. Yəni ki, hamısı istifadə olunmaya da bilər. Amma ən çoxu bu qədər ola bilər deməkdir. Monoxrom 2'nin üstü 1. Neçə rəngli cəmi? Bayaq biz dedik ki, ağ-qara misal üçün də. Ağ-qara monoxrom idi. Cəmi ağ və qara 2 rəngdən ibarətdir. Sonra 8 bitlik kodlaşdırma var. Məsəl üçün, GIF təsvirlər 8 bitlik kodlaşdırmada olur. Bu demək deyək ki, 8 bitlik hamısı GIF-dir. Sadəcə misal üçün dedim. 2 üstü 8 neçə? 256. Sonra bizdə high color var. High color bizdə artıq bir qədər az istifadə olunur. Əvvəllər daha çox idi. 2 üstü 16. High color 2 cür idi. Bunu sizə deyim. 2 üstü 15 bitlik var idi. Daha 15 bitlik. Bir də 16 bitlik. Biz əsasən 16 bitliyi götürürük. Çünki hesablamalarda 16 biti hesablamaq 15 biti hesablamaqdan daha asandır. Ona görə 16 bitlik. Çünki 2 üstü qüvvətə gətiririk də hesablamalarda. Sonra bayaqlar Onurun dediyi RGB deyirdik. True color və yaxud da RGB bizdə 24 bitlikdir. İndi qabaqda izah edəcəm nəyə görə 24 bit deyirik. 16 milyondan çox rəng var. Rəng sayı çox görsənsə də bu dəqiqə müasir texnikada istər sizin telefonlar olsun, smartfonlar, istər televizor, monitor və s. nə olsun, əksəriyyətində bu dəqiqə budur. 16 milyondan çox rəngdir. Hətta belə yuvaraqlaşırsa 17 milyona yaxındır. Bir də bizdə çap üçün istifadə olunan SMIC var ki, bizdə 32 bitlik kodlaşdırmadır. Buna tamamlayıcı rənglər də deyirlər. İndi deyəcəm nəyə görə tamamlayıcı qabaqda. Bu da 32 bitlikdən 2 üstü 32, 4 milyarddan çox bizdə rəng eləyir. Bura qədər aydındır. Gəlin davam edək. Qrafik faylda həcmin hesablanması bizdə V bərabərdir ABN düsturundan götürülür. Bu da bizdə oxşar idi də. Bizdə mətn informasiyasında V bərabərdir N idi, düzdür? N bizdə informasiyanın, mətn informasiyasını təşkil edən simvolların sayıdır. Burada da bizdə tutaq ki, qrafik fayllar bizdə düzbucaqlı şəkildə olur da. Hər hansı bir düzbucaqlı əyri çəkli eybi yoxdur. Bunun hündürü adı N-i B-dir. Bu bizdə aynen B hündürünə və eninə olan piksel sayıdır. Aydındır? Piksel sayı. Biz neçə piksel olduğunu tapmaq üçün nə varırıq? A-nı B-yə vururuq. Sahə düsturu var idi. S bərabər də vuraq B kimi düzbucaqlarda. Onu kimidir. A-nı B-yə vururuq və bizə piksel sayı edir. Və həmin o tapdığımız piksel sayını biz bir pikselin yaddaşda tutduğu yerə vururuq. Yaddaşda tutduğu həcmə vururuq. Və cavab bizdə bitdən alınır. Çünki i kimi, mətn informasiyasının əlifbanın qüvvəti olan i kimi, burada da rəng dərinliyi n həmişə bitdən göstərilir. Vahidi nədir? Bitdir. Aydındır? Gəlin bir dənə misala baxaq, məsələyə baxaq, nümunəyə. Deməli, bizdə deyir 256 rəng paletra, 256 rəng ilə kodlaşdırılmış qrafik fayl var. Ölçüləri də 10x10 kimidir. Bu qrafik fayl yaddaşda nə qədər yer tutacaq? Bunu hesablamaq üçün biz sadəcə 256 rəngi bilirik. Bu bizdə paletradakı rəngin sayıdır. Ondan istifadə edərək biz N-i tapırıq, yəni rəng dərinliyini tapırıq. Rəng dərinliyi bizdə neçə oldu? 8 bit. Və düsturda yerinə qoyuruq. A vuraq B bizdə var. 10 vuraq 10 kimidir. A vuraq B bizdə var. Biz onu
N-ə vururuq və bitdən cavabı alırıq. Cavab eləyir 800 bit. Bura qədər aydındır. Gələk RGB-yə. Biz mətn informasiyasının kodlaşdırılmasında müxtəlif yanaşmalar, əlifbalar deyirdik. Məsəl üçün, bizdə ASCII var idi, Unicode var idi. Onun kimi rənglərdə də müxtəlif palitralar var, məşhur palitralar var. Biri RGB-dir. Bayaq dediyim kimi yenə təkrar edirəm. Müasir texnikada ən çox istifadə olunan bizdə RGB rəng kodlaşdırmasıdır. RGB rəng kodlaşdırması 3 rəngin red, yəni qırmızı, green, yaşıl və mavi bunun qarışığından digər rənglərin alınmasına əsaslanır. Yəni ki, biz hər hansı bir rəngi, ixtiyari bir rəng, gördüyümüz hər hansı ixtiyari bir rəngi sırf bu 3 rəngin qarışığından alırıq. 3 rəngin müxtəlif həcmlərdə qarışdırılmasından alırıq. Hər biri, bayaqlar dedim, bozun çaları olan rənglərdə bozun neçə çaları var idi? 256 çaları var idi. Burada da hər bir rəngin 256 çaları olur. Yəni ki, ən açıq rəngindən, məsələn, qırmızını götürək. Ən açıq rəngindən ən tünd rənginə qədər 256 çaları var. Aydındır? Olur, məsəl üçün, R bizdə nəyə bərabər olur? 2 üstü 8-ə, yəni ki, green, yaşıl bizdə bərabər olur 2 üstü 8-ə, blue da bizdə bərabər olur 2 üstü 8-ə. Yəni, hər birinin 256 çaları var, 2 üstü 8 qədər çaları var, düzdür? Hər biri neçə bitdən kodlaşdırılır? 8 bitdən kodlaşdırılır, düzdürmü? Bizdə də 3 dənə olduğuna görə 3 dəfə 8 neçə eləyir? Aha, bizdə ona görə də RGB kodlaşdırmada, yəni ki, RGB rəng sxemində kodlaşdıranda hər bir piksel, qrafik failin hər bir piksel nə qədər yer tutur? 24 bit yer tutur. İndi bizdə belə bir məsələ var. Bizdə şəkildə gördüyümüz kimi ortada nə rəng durub? Ağ rəng. Bizdə hər bir rəng özünün maksimumundan istifadə olunursa, yəni hər bir rəngdən maksimum dərəcədə istifadə olunursa, hansı rəng alınır? Ağ rəng. Ortanı göstərən, bura ağ rəngdir bizdə. Ağ rəng alınır. Bəs qara rəng. Siz fikir verirsiniz ki, bütün smartfonların ekranı, televizorların, kompüterlərin hamısının ekranı nə rəngdədir? Qara. Niyə? Çünki RGB sxemdə qara rəng almaq mümkün deyil. Əgər bizdə qara varsa, tutaq ki, buradakı məsələn G hərfi, R hərfi qara rəngdədirlər də, düzdür? Qara rəngi olan yerdə sadəcə rəng, heç bir rəng yoxdur deməkdir. Aydındır? Bütün rənglər RGB və bu qara rəngdə, burada göstərdiyim bu qara rəngdə, burada sıfırdadır. Aydındır? İndi burada qabaqda sxem göstərəm sizə, daha aydın olacaq. Cədvəl. Baxın, qara rəngdə, bax, RGB. Hər biri uyğun olaraq neçədir? Hər biri sıfırdır. Ən aşağı olanda neçə oldu? Qara oldu, düzdürmü? Hər birindən maksimum 255 ən çoxudur. 255-dən yuxarı olmur. 255 götürəndə rəng oldu? Ağ rəng oldu. İndi bura baxaq. RGB-də birinci hərf hansıdır? R, red, qırmızı, düzdür? Red bizdə maksimumdadır, bax. 255, o bizlər 0-0'dır. Nə rəngi oldu? Qırmızı rəngi oldu. Bəs yaşıla baxaq, üstəlik yaşıla baxarıq. Red 0'dır, blue 0'dır. Bəs C bizdə neçədir? 255, maksimumda yaşıldır. İndi baxaq, bunu 255'in yarıya qədər endirdik. Yəni ki, oldu 128, düzdür? 128 olanda bizdə yaşılı fərqinə baxdınızmı? Tünd rəng, yəni qara rəngi daha yaxın yaşıl alındı. Yəni daha tünd yaşıl alındı. Aydındır? Başa düşdünüz bunu? Ha? Mənasını başa düşərsən biləksən onda. Qulaq as. İndi bizdə gəlir blue. Bizdə nədir? Mavi. RGB fikir verin. Red də sıfırdadır. Green də sıfırdadır. Blue maksimumdadır. Aydındır? Nə rəng verdi bizdə? Mavi rəng verdi. İndi baxaq. Hər bir rəngdən bizdə sıfır istifadə olunanda qaraydı, düzdür?
Hər bir rəngdən də maksimum istifadə olunanda ağ idi. Hər bir rəngdən orta 128 istifadə olunanda nə rəng verdi? Boz verdi. Məsəl üçün, rənglərin qarışığı, bizdə bayaqları RGB sıxırdı rənglərin qarışığı var idi, onun kimi. Məsəl üçün, burada hansı rənglərin qarışığı bizdə bu rəngi verir? Magenta deyək də, bənövşəyi rəng deyək. Hansı rənglərin qarışığı bizdə bənövşəyi rəngi verir? Qırmızı və mavi, yaşıl yoxdur. Green bizdə sıfırdadır, görürsən, ortada green durur, green bizdə sıfırdadır. Reddən blue'nun, yəni mavi ilə qırmızının qarışığı bizdə magenta verdi. Yaxşı, bizdə siyan rəng, bunların nəyə görə adlarını deyim, qabaqda baxacaq bu rənglərə. Siyan rəngi bizdə hansı rənglər verdi? Yaşılla göz siyan verdi. Qırmızı ilə yaşıl bizdə hansını verdi? Sarı verdi. Məsələn, digər nümunə üçün rənglər var. Dediyim ki, bizdə 2/24, 16 milyondan çox rəng var. Bu RGB ilə düzəldilə bilən 16 milyondan çox rəng var. 17 milyona yaxın rəng var. Bir neçə nümunədir bu sadəcə. Bizdə məsəl üçün qızılı rəngin, narıncı rəngin kodlarını da uyğun olaraq görürsünüz. Aydındır bu? Yaxşı, bəs bizdə burada verilən bunlar nədir? Eyni şeydir. Burada verilənlərdir. Sadəcə daha aydın olsun deyə 16'lıq koddan verilibdir. Məsəl üçün, götürək RGB-də qırmızı rəngi. Red bizdə nə rəngdir? Nə boydadır? 255 ölçüdədir, düzdür? 255 dərəcəsi. 255 16 sayısını neçə eləyir? FF. 256-dan bir əksikdir. Ən böyük 2 rəqəmli ədəd eləyir də 16 sayısını. FF. Görsən? FF 0000. Aydındır? Eyni şeyi sadəcə, yəni biz belə deyək, 3 dənə 3 rəqəmli ədəd göstərməkdənsə, 3 dənə 2 rəqəmli ədəd daha asan başa düşülsün deyə. Aydındır mı? 16'lıq say dilinə çeviririk. Testlərdə çox vaxt siz belə görərsiniz. Məsəl üçün, testlərdə bunu gördünüzsə, bu nə deməkdir? Bu deməkdir ki, ilk 2 ədəd bizdə, ilk 2 rəqəm bizdə R-ə baxır. R bizdə sıfırdadır. Green, RGB-nin greeni maksimumdadır, ən yuxarı rəngdədir. Blue bizdə sıfırdadır. Yəni ki, bu rəng bizdə nə rəngdir? Yaşıl rəngdir. Aydındır? Bu şəkildə. Aşağıdakılar da hamısı uyğun. Məsəl üçün, abı rəngə baxsaq görək ki, R bizdə sıfırdadır. Green ilə blue bizdə maksimumdadır. Və yaxud da baxaq bayaqki boza, hamısı bizdə orta qiyməti olan 80-dədir. Aydındır? Başa düşdünüz? Bununla bağlı sual var. Bu bizdə, bax bu 3 rəng, yəni RGB, bizdə dediyim kimi ancaq monitorlarda istifadə olunur. Çapda isə biz o rəngləri qarışdırırıq. Realda biz, onlar elektron rəngdə, yəni monitorlarda istifadə olunur dedim, kompüter texnologiyasında, çünki onlar elektron rəngdir. Düzdürmü? Bir də bizdə çap üçün istifadə olunan rənglər var. SMIC. SMIC-də bizdə siyan, baxın bura, siyan, abı rəng, magenta, bənövşəyi, yellow, sarı və black, K bizdə black-ı görsənir, blue qoymuşlar, blue-ya oxşamasın, K axırı hərfi götürür, black. Bizdə tamamlayıcı rənglər adlanır. Bu rənglər printerlərdə, çapda istifadə olunur, yəni real rənglərdir, elektron rənglər deyil və tamamlayıcı ağ rəngdən çıxma yolu ilə ayrılır. Yəni ki, bura baxaq. Belə bir şeylər var. Burada qırmızı, indi bu cədvəldə qarşılıqlı durublar deyə rahatdır. Biz ağ rəngdən, biz fizikadan bilirik ki, işıq spektra bölünür da, 7 rəngə bölünür spektr olaraq, düzdürmü? Prizmadan keçəndə belə şəkillər falan da var fizikada. Onun kimi. Biz, məsəl üçün, ağ işıqdan, ağ rəngdən daha doğrusu, qırmızı rəngi çıxsaq, hansı rəngi alınacaq? Siyan alınacaq. Mavi rəngi çıxsaq, hansı rəngi alınacaq? Sarı alınacaq. Yaşıl rəngi çıxsaq, hansı alınacaq? Magenta alınacaq. Aydındır? Yəni ki, bizdə rənglər ağ rəngdən hər hansısa bir rəngi çıxmaqdan alınır. Burada da nə ağ, nə qara rəngi almaq mümkün deyil. Bu 3 rəngin köməyi ilə. Ona görə qara rəng xüsusi əlavə olunan rəng qıraqdan əlavə olunan qara rəngdən yaranır. Yəni, məsələn, çapda sən qara rəng görsənsə, əlavə qara boyadan istifadə olunur. Başqa rənglərin qarışığından yox. Ağ rəng isə bizdə ümumiyyətdən yoxdur. Çapda ağ rəngi nə edirik?
Heç nə, vərəqlər hamısı ağ rəngdəndir, düzdür? Vərəqləri falan ona görə ağ rəngdir ki, biz ağ rəngdən istifadə çapda ağ rəngli boya yoxdur bizdə. Burada da verir firuzəvi, bənövşəyi, abı rənglə deyirlər siyana və sarı. Aydındır bu? Bu neçə bitlik kodlaşdırma oldu? 4 rəng varsa, hərəsi də 8 bitdən 32 bitlik kodlaşdırma oldu. Aydındır? Səsin kodlaşdırması nədir? Yenə də fizikadan biz bilirik ki, səs dalğa şəklində yayılır. Məsəl üçün, dalğa şəklində verilmiş bir səs nümunəsidir. Səs dalğasıdır. Biz onu kodlaşdıranda diskretləşir. Burada kəsilməz olaraq səviyyələr arasında qalxıb düşür. Amma burada kəsilən birdən qalxıb düşür da, kəsilər olaraq qalxıb düşür. Aydındır? Yəni, səviyyələr arasında keçidi kəsiləndir. Bəs kodlaşdırmada belə deyək, necə olur ki, çevrilir, rəqəmsala çevrilir. Bu zaman bizdə 2 qrupu var. Bir ADC var, bir də DAC var. ADC analog səsi, yəni bizim səsimizi, analog səsi, təbiətdə olan hər hansı bir səsi rəqəmsala çevirir. Yəni ki, kompüterin yaddaşına yazır, rəqəmsal informasiya çevrilir. ADC analog, harada yazılmışdı? Analog digital konverter. Analogdan rəqəmsala keçirən, çevirən mənasında işlənir. Olur bu məsələsi mikrofonlardır. Mikrofonda məsələn səsimizi alır, kompüterə göndərəndə ADC vasitəsilə rəqəmsal siqnala çevirib göndərir. DAC isə əksinə digital analog konverter. Rəqəmsalı analog səsə çevrilir. Bu harada olur sizcə? Səs ucaldanlarda, kolonka deyir, səs ucaldanlarda və s. Aydındır? Bir də bizdə var video informasiyanı kodlaşdırır. Səs informasiyasının növləri var. MIDI var ki, bizdə notları özündə saxlayır, musiqi alətlərində istifadə olunur, onları idarə etmək üçün. Wave var ki, Windows'un orijinal formatıdır. İstənilən səsi bu formatda kodlaşdırmaq olar. Bir də MP3 var ki, MP3 də bizdə səsi kodlaşdırır və səsin keyfiyyətini itirmədən səsi sıxır. Yəni, səs yaddaşda az yer tutur. Aydındır? Bir də bizdə var video kodlaşdırılması. Video informasiyanın kodlaşdırılmasında biz nə edirik? Video informasiya bizdə səs və qrafik faillərin ibarətdir. Biz FPS haqqında danışmışdıq. Yəni, bir frame per second, bir saniyədə olan kadr sayı haqqında. Videonun bir saniyəsində neçə kadr dəyişirsə odur. FPS-i biz götürək F-dən. Məsəl üçün, bizdə F bərabərdir 30. Yəni, bir saniyədə 30 kadrımız varsa, biz nə edirik? Videonun bir kadrını enli, uzunluğu bir-birinə vuruq, qrafik fail kimi. AB. Burada tutaq ki, N də bərabərdir 8-ə. 8 bitlik kodlaşdırmadadır, qrafik faildə. A-sı var, B-si var, bir də N var idi. Bundan qabaq baxdıq elə, düzdür? Onun kimi. F-i V hesablananda belə olacaq. V bərabərdir A, vuraq B, vuraq N. Bu, bizdə bir kadrın ölçüsüdür. Vuraq bir saniyədəki kadr sayı, daha doğrusu səhv yazdım, F götürək də bunu. Vuraq bir saniyədəki kadr sayı, vuraq T. T də videonun müddətidir. Oxunulmalı, yəni ifa olunma müddətidir. Saniyə ilə götürülür. Mütləq nə ilə götürülür? Saniyə ilə. Əgər üstünə səs informasiyası da varsa, indi səs informasiyası da bizdə üzərinə əlavə olur, vurulur. Üstə gələk, səs informasiyası da bizdə səsin müddəti vuraq, orada stereo, mono məsələsi var. Monodursa 1-ə vurulur, stereosa 2-ə vurulur. Bir də səsin keyfiyyəti var, kilohertzdən götürülür. Aydındır? Sual var. Buyur. Əgər video məsələn 3 dəqiqəlik olursa, onu saniyəsi edir. Aha, 180 saniyə götürür. Vuraq T-də, vuraq 3 əvəzən, vuraq 180 yazarsan. Aydındır?